Salam əziz tələbələr. Bu gün sizlərlə şəkil əlaqələri mövzusunun ilk səviyyəsini çəkəcəyik. Birinci səviyyə birinci sual. Burada deyir bizə fərqlənən şəkli tapın. İlk növbədə suala baxanda görə bilərsiniz ki, burada bir dənə böyük uzaq, bir dənə kiçik uzaq var. Böyük düzbucaqlı, kiçik düzbucaqlı. Böyük fiqur və onun kiçiyi. Amma burada trapesiya ilə bu fiqur verilibdir və ikisi də eyni deyil. Həmçinin kiçiklər həmişə sağda olubdur, burada solda olub. Cavab D var. Növbəti sualımız ikinci sual. İkinci sualda baxsaq, ilk növbədə kvadrat ən böyük olub, sonra dairə, sonra üçbucaq. Kvadrat, dairə, üçbucaq. Burada kvadrat olub, sonra üçbucaq olub. Əslində birinci dairə olmalı idi, üçbucaqdan böyük. Sonra üçbucaq olmalı idi. Deməli, cavabım olur C variantı. Fərqlənən fiqur C variantında. Növbəti sualımız üçüncü sual. Üçüncü sualda diqqətlə baxsaq görərsiniz ki, burada hər birində buradakı xətt var, gördüyünüz kimi. Hər birində burada olan xətt var. Amma buradakı xətt yoxdur gördüyünüz kimi. Boşdur. Ona görə fərqlənən fiqur D var. Növbəti sual dördüncü sual. Dördüncü sualda çevirməyə diqqət yetirməliyik. Çevirmələrə diqqət yetirsək, bizim həmişə ox işarəmizin sağ tərəfində belə bir xətt var. Sağ tərəf. Həmişə. Burada da sağ tərəfdədir, burada da sağ tərəfdədir. Birlikdə bu 180 dərəcə çevriləndə bizim əslində sağda gördüyümüz bu xətt əslində solda görsün. Amma bu sağdır. Ha, burada da sağ tərəfdədir. Elə B ilə Y-ni müqayisə etsək görə bilərsiniz ki, burada solda. Cavabım olur Y var. Növbəti sualın 5-ci sual. 5-ci sualda buradakı nöqtə həmişə düzbucaqlının uzun tərəfində olur. Həmişə uzun tərəfində olur. Baxın. Gördüyünüz kimi burada da uzun tərəfindədir, burada da uzun tərəfindədir. Amma burada qısa tərəfində. Ona görə olub B var. Yəni enində. Həmişə uzunda olubdur, indi isə enində olur. Növbəti sualım 6-cı sual. 6-cı sualda da çevirmədir. Deməli, kvadrat həmişə dairəyə nisbətdə sağ tərəfdə dayanıb gördüyünüz kimi. Burada sağ tərəfdədir. C-ni 90 dərəcə çevirsəm, o da A variantından eyni olacaqdır. Yəni burada da sağdadır. B variantında da 180 dərəcə çevrilibdir. 180 dərəcə çevirmədə solda görsənə bilər, dediyim kimi. Amma 180 dərəcə sən bunu çevirsən, A variantından eyni şey olacaq. Yəni B-də də düzgündür. D variantında yanlışdır. Bunu 90 dərəcə saat əqrəbinin tərsi istiqamətində çevirəndə sizin fiqurunuz gəlir bu formada dayanır. Yəni kvadrat solda dayanır, dairəyə nisbətdə. Ona görə cavabım olur D variantı. Növbəti sualımız 7-ci sual. 7-ci sualda necə eləyib? 7-ci sualda içəridəki rəqəmi toplayır. 4 ilə 6-nın cəmi 10. Bölüb 2-yə 5. Uzaqlarının sayına. 6 ilə 8-i toplayır 14. Bölüb 2-yə 7. Uzaqlarının sayına. Və yaxud da tərəflərinin sayı fərqi yoxdur. Amma burada 2 ilə 5-i toplayanda 7 eləyir. 7-ni də 2-yə böləndə biz 4 almır. 3,5 alır. Ona görə cavabım olur A. Növbəti sualım 8-ci sual. 8-ci suala baxa bilərsiniz. Bu ortadakı qara üçbucağın həmişə katetləri, düzbucaqlı üçbucaqda, katetləri həmişə ağ hissələrə birləşir. Həmişə ağ hissələrə birləşir. Burada da diqqətlə baxsaq, ağ hissələrə birləşir. Eynən bundadır. Sadəcə və sadəcə Y variantında katetlərdən biri ağ hissəyə birləşir, digəri qara hissəyə birləşir. Yəni, mən doğru olmayan variantım Y variantıdır. Bu qara burada olsaydı, bəli, düzgün olardı. Növbəti sualım 9-cu sual. 9-cu sualda da çevirmədir. Siz bunu stul kimi fikirləşsəz, bu stulun həmişə uzun hissəsi şəklin sol tərəfində. Həmişə. Məsələn, C variantını 90 dərəcə çevirəndə şəklin sol tərəfində qalır, bu uzun hissə. Y variantını 90 dərəcə saat əqrəbinin tərsi istiqamətində çevirəndə yenə sol tərəfdə qalır. Amma A variantını 90 dərəcə saat əqrəbinin tərsi istiqamətində çevirəndə fiqurunuz bu formada dayanır. Və uzun tərəf sağda qalır. Uzun tərəf əslində olmalıdır solda. Ona görə də fərqlənən variant A variantıdır. Növbəti sualım 10-cu sual. 10-cu sualda nədir?
10-cu sualda həmişə çöldəki fiqur içəridəkindən bucaq sayına görə 1 vahid böyük olur. Məsələn, burada 1, 2, 3, 4-dür. Burada 1, 2, 3, 4, 5 tərəfi var. Tərəf sayı da deyə bilərik, bucaq sayı. Onların sayı çox vaxt eyni olur. Deməli, burada 1, 2, 3, 4, 5, 6, 7, 8-dir. İçəridə 7-dir. Gördüyünüz kimi burada 4-dür, burada 5. Çöldəki həmişə 1 vahid böyük olur. Amma burada D variantında içəridəki 5 olur, çöldəki 4 olur. Yəni içəridəki 1 vahid böyük olur. Ona görə də fərqlənən variantı nədir? D variantı. Növbəti sualım 11-ci sual. 11-ci sualda görsəz üçbucağın həmişə sol tərəfində olubdur bu xətt. Yəni bunu da çevirsəm yenə sol tərəfində duracaqdır. Bunda da sol tərəfdə dayanıbdır. Bunda da sol tərəfdə dayanıbdır. Amma bu fiqurda sağda dayanıbdır. Yəni bu düzgün deyil. Və yaxud da bunu müqayisə edə bilərsiniz də B variantında. Görürsünüz bunda bu tərəfdədir, amma bunda tam onun əksindədir. Ona görə də cavabım olur Y variantı. Növbəti sualım 12-ci sual. 12-ci sualda nəyə diqqət etməliyik? Deməli, bu qum saatının ağ hissəsi həmişə sağdakı xəttə yaxın olub gördüyünüz kimi. Soldakı xəttə uzaq olur. Məsəl üçün, burada da yenə sağdakı xəttə yaxın. Birlikdə 180 dərəcə çevrilmədə sağ qırı olur. Və bu sağdakı xəttə yaxındır, soldakı xəttə uzaq. Yenə, burada C variantı fərqlənən variantdır. Gördüyünüz kimi sağdakı xəttə uzaqdır, soldakı xəttə yaxındır. Amma burada da sağdakı xəttə yaxındır yenə. Burada da sağdakı xəttə yenə yaxındır. Yalnız C variantında sağdakı xəttə uzaq olduğuna görə cavabım olur C variantı. Növbəti sualım 13-cü sual. 13-cü sualda mən uyğunluğu tapmalıyam və düzgün variantı seçməliyəm. Deməli, ilk növbədə gözlərinə baxıram. Dairə olan var, kvadrat olan var, üçbucaq olan var. Burunlarda da eyni, üçbucaq, dairə, kvadrat. Eyni ilə bu cərgədə də o formada gedir. Kvadrat, dairə, üçbucaq. Yəni, bir dənə dairə var, bir dənə kvadrat var, bir dənə üçbucaq. İndi dairə ilə üçbucaq var, kvadrat yox. Eynən burunlarda da üçbucaqla dairə var, kvadrat yox. Və ağız hissəsinə baxsaq, biri gülür, biri neytral, yəni heç bir ifadəsi yoxdur. Biri isə qəmgindir. Deməli, gülən, qəmgin versiya və neytral var. Gülən var, neytral olan var, amma qəmgin versiya yoxdur. Yəni, sizin fiqurunuz bu formada olmalıdır, olur D var. Növbəti sualım 14-cü sual. 14-cü sualda. 14-cü sualda da siz üçbucağın tərəflərinə diqqətlə baxın. Deməli, ilk növbədə sağa baxın. Sağda ox işarəsi var, dairə var və boş olan hissə var. Ox işarəsi, dairə və boş. Ox işarəsi, boş, amma dairə olan yoxdur. Deməli, dairə olacaq. İndi aşağı tərəfə baxaq, yəni oturacaq hissəsinə baxaq. Oturacaqda dairə var, kvadrat var və ya boşluq var. Dairə var, kvadrat var və yaxud da boşluq var. İndi dairə ilə boşluq var. Nə yoxdur? Kvadrat var. Deməli, burada kvadrat olmalıdır. Elə buradan A getdi, D getdi, Y getdi. Qaldı ya C ya da ki B. Əgər diqqətlə baxsaq, sol tərəfdə də 2 dənə boşluq olub, bir dənə dairə olub. Yəni. Sol tərəfdə heç vaxt ox işarəsi olmuyor. C variantı da getdi, qaldı B variantı. Növbəti sualım 15-ci sual. 15-ci sualda. Qara təkərli maşınım var, ağ təkərli maşınım var, bir də ağ-qara təkərli maşınım. Qara təkərli maşınım var, ağ-qara təkərli maşınım var, bir də ağ təkərli. Ağla ağ-qara var, amma qara təkərli olan yox. Deməli, Y getdi, S getdi. Bir də üstündəki fiqura baxsaq kifayət edir. Deməli, trapesiya var, kvadrat var və üçbucaq. Kvadratla trapesiya var, üçbucaq olan yox. Deməli, yuxarıda da üçbucaq olmalıdır. B ilə də D getdi, qaldı A variantı. Gövdəsinə də baxsaq, onsuz hamısında dairə idi. Ona görə gövdəyə baxmağa ehtiyac qalmadı. Bütün variantlarda gövdə dairə verilir. Növbəti sualım 16-cı sual. 16-cı sual. Bax, deməli, kvadrat verilib, dairə verilib, üçbucaq verilib. Ardıcıllıq. Amma onlardan biri həmişə boz olub, ikisi ağ olub. Eyni ilə içəridə də eynidir. Üçbucaq, kvadrat, dairə.
İkisi ağdır, biri isə boz. Deməli, bu ardıcıllıqla gedəcəm. Üçbucaqla kvadrat var, dairə yoxdur. Amma dairə nə rəng olmalıdır? Boz olmalıdır. Niyə? Çünki ikisi ağ olurdu, biri boz və boz olan burada yox. Deməli, dairə olacaqdır boz. Bunu bu formada yazaq. Deməli, burada dairə var, üçbucaq var. Nə yoxdur? Kvadrat yox. Kvadrat. İndi kvadratın rəngini də təyin edək. Görürsünüz, burada dairə bozdur. Yəni, kvadratın boz olmağına ehtiyac yox. Ortada kvadrat ağ olacaqdır. Buradan onsuz A gedir, Y gedir, D gedir. Qalır ya B ya da ki C. Ortada da ikisində də üçbucaqdır. Deməli, üçbucaq olacaqdır. Və boz olan dairə isə ikisi ağ olmalıydı. Kvadrat da, üçbucaq da ikisi də ağ olmalı. C getdi, qaldı B. Növbəti sualım 17-ci sual. 17-ci sualda. İlk növbədə mişqaların qulaqlarına baxaq. Kvadrat olan qulaq var, dairə var və üçbucaq olan qulaq. Deməli, üçbucaqla dairə var, kvadrat qulaqlı mişqam yoxdur. Deməli, buradan B getdi, Y getdi və A getdi. Qaldım, gözlər eynidir. Burunlarına baxsam, deməli, fərqi taparam. Üçbucaq burun, kvadrat burun, dairə burun. Dairə ilə kvadrat var, üçbucaq burun yox. Deməli, burun üçbucaq olmalı. D getdi, qaldı C. Növbəti sualım 18-ci sual. 18-ci sualda, deməli, adamlara baxırıq. Üçbucaq var, kvadrat var, dairə var. Deməli, dairə ilə üçbucaq var, nə yoxdur? Kvadrat yox. Deməli, baş hissəsi kvadrat olmalıdır. Və buradan bir də ayaq hissəsinə baxsaq, tuta bilərsiniz. Bir xətt var, iki xətt var və xəttsiz olan var. Bir xəttlə xəttsiz olan var. Deməli, iki xətt olmalı. Ayaqları iki xətt olmalı. A getdi, qaldı D var. Növbəti sualımız 19-cu sual. 19-cu suala baxsaq, burada. Dairə, kvadrat, üçbucaq. Ağı var, bozu var, qarası var. İndi kvadrat var, dairə var. Biri bozlu, biri qaradır. Deməli, üçbucaq yoxdur və A rəngli olmalı üçbucaq. Ya buradan birbaşa cavab çıxdı, oldu B variantı, gördünüz. Üçbucaq yoxdur və A rəngli olmalı. Çünki dairə qaradır, kvadrat boz. Bir dənə üçbucaq yoxdur. Növbəti sualımız 20-ci sual. 20-ci sualda siz ilk növbədə raketlərin sayına baxmalısınız. Bir raket olan var, iki raket olan var, üç raket olan. Deməli, bir raketlə iki raket var, üç raketli yox. B getdi, D getdi. Və ortadakı hərfə baxsın. A var, B var, C var. B ilə A var, C yoxdur. Buradan da A getdi, C getdi, qaldı, Y var. Növbəti sualım 21-ci sual. 21-ci sualda çevirmədir. 90 dərəcə saat əqrəbi istiqamətində bu fiqur çevrilibdir və bu vəziyyətə gəlibdir. Bunu da 90 dərəcə saat əqrəbi istiqamətində çevirib və bu vəziyyətə gəlibdir. Bilirsiniz də çevrə 360 dərəcədir və onu 4 yerə böləndə hər hissəyə 90. Deməli, bu bir dənə sağa keçibsə 90 dərəcə çevrilir. Çünki hər hissə 90. 90 keçib bu tərəfə, bir dənə də 90 düşü başa. Bunu 90 dərəcə çevirəndə bu fiqur ilk növbədə siz bunu üçbucaq kimi görsəz, yəni xəyal etsəz, üçbucağın təpə nöqtəsi keçibdir hara? Aşağı, gördüyünüz kimi. Üçbucağın təpə nöqtəsi keçibdir aşağıya. Bu da oturacaqdır. İndi üçbucağın təpə nöqtəsi də bu küncdən keçəcəkdir hara? Sol küncə. Çünki yuxarıdan aşağı gəlibsə, sağdan da sol küncə keçəcək. Deməli, bu formada dayanmalısınız üçbucağınız. Sağda olmalı, sağ küncdə olmalıdır onun təpə nöqtəsi. Hansı ki, B variantındakı kimi. Yəni, A hissələr sağ tərəfdə qalmalıdır. Növbəti sualımız 22-ci sual. 22-ci sualda da çevirmədir. Asan sualdır. Deməli, 90 dərəcə saat əqrəbi istiqamətində biz bu fiquru çevirmişik.
Bunu da 90 dərəcə saat əqrəbi istiqamətində çevirəndə üçbucaq sağa doğru hərəkət edəcək də, sola doğru hərəkət eləməyəcək də. 90 dərəcədir. 90 dərəcə budur. Yəni 90 dərəcə. Üçbucağınız bu hissədən gələcək ki, hansı hissəyə? Bu hissəyə. Buna deyilir pərgər üstü. Üçbucaq bu formada dayanır. Buradan A getdi, B getdi, C getdi. Bir də iç hissəsinə baxsaq, görərsiniz ki, içəridəki üçbucaq üzü aşağı baxır, yuxarıdakı üçbucaq üzü yuxarı baxır. Yəni bir-birinin əksinə baxır. Burada ikisi də eyni istiqamətə baxır gördüyünüz kimi. Y də getdi, qaldı D. Növbəti sualımız 23-cü sual. 23-cü sual hərəkət sualıdır. Deməli, qara hissəm bir addım sağa keçib gördüyünüz kimi, sonra yenə bir addım sağa keçibdir. Yəni, hərəkət edib də saat əqrəbi istiqamətində bir addım, bir addım. Burada, bax, arada bir dənə boşluq buraxıb. Hal-hazırda buradadır, görürsünüz. Bir dənə boşluq buraxıb, 1-2 addım gəlir. Yenə, burada. 1-2 addım gəlir. Bax, buradaydı. 2 addım. Burada da 3 addımdır. 1-2, 3 addım gəlir bura. İndi bu da 3 addım gedəcək. 1-2, 3-cü addımda dayanacaq. Yəni, burada dayanmalıdır qara hissə. Burada olmalıdır. Cavabım olur hansı variant? D variantı. Növbəti sualımız 24-cü sual. 24-cü sualda da yenə hərəkət sualıdır və digər suala oxşardır. Burada baxaq. Arada bir dənə boşluq buraxıb və qaralayıb. Gördüyünüz kimi. Arada bir dənə boşluq buraxıb qaralayıb. Bir dənə boşluq buraxıb. Yenə qaralasan, bu hissəni qaralamalıyıq. Yəni, figurum elə bu olmalı. A variantı gedir, qalır B variantı. Digərlərdə onsuz başdan sıxmışdır. Çünki 4-ü ağ, 4-ü qara olur. Növbəti gedişi soruşur sizdən. Növbəti sualın 25-ci sual. Yenə hərəkət sualıdır. Baxsaq, hansı formada irəliləyibdir? Hər bir fiqur müəyyən bir hərəkətlə irəliləyib. Bax, məsəl üçün, bu fiqur saat əqrəbi istiqamətində hərəkət edir. Kvadratın tərəfləri ilə. Məsəl üçün, ilk növbədə sağa keçir, sonra yuxarı keçib, gördüyünüz kimi, və sonra yenə, daha doğrusu burada sola keçibdir, sağa keçəcək. Buradan yəni sağa keçməlidir. Çünki bunun hərəkəti necədir? Bu formada sirkulasiya edir. Yəni, sağdan başlayır, bu formada saat əqrəbi istiqamətində kvadratın bucaqları ilə hərəkət edir. Deməli, buradan sağa keçir. Buradan A variantı gedir sadəcə. Çünki qaralar hamısında sağdadır. İndi ağ dairənin hərəkəti. O isə tam əksinə hərəkət edir. Saat əqrəbinin tərsinə, yenə kvadratların bucağı ilə. Yenə sağa keçir. İndi yuxarı keçibdir. Yuxarıdan da keçəcəkdir sola. Ağ solda olmalıdır. B getdi, Y getdi. Və son olaraq ortadakı xəttə baxsaq, ortadakı xətt bir dəfə bu diaqonaldan keçir, bir dəfə bu diaqonaldan keçir. Bir dəfə bu diaqonaldan keçir, deməli, indi bu diaqonaldan keçməlidir. C getdi, qaldı, D variantı. Növbəti sualım 26-cı sual. 26-cı sualda deməli, bu uyğunluqdur. Qara ilə ağ hissəni gördüyünüz kimi birləşdirib. Bu fiqurla bu fiqur eynidir, bu fiqurla da bu fiqur eynidir. Sadəcə qara olan ağ olubdur, ağ olan qara olub. Bu ikisini birləşdirməliyik. Birləşdirəndə bu formada olur. İçəridə üçbucaq, çünki bunu da içəridə keçirmişdir. Aha, qara olan ağ olacaq, ağ olan qara olacaq. Yəni, bu qara olmalıdır, içəridəki ağ olmalıdır. Hansı ki, B variantındadır ki. Növbəti sualım 27-ci sual. 27-ci sualı çevirmədir. Diqqətlə baxsa, saat əqrəbinin tərsi istiqamətində 90 dərəcə çevirib hər dəfə. Yenə saat əqrəbinin tərsi istiqamətində 90 dərəcə çevirib. Bir dəfə də 90 dərəcə çevirsə, üstündə qara nöqtə olan ox bu istiqamətdə düşəcək və üstündə ağ nöqtə olan ox üzü aşağıya baxacaq. Çünki 90 dərəcə belə çevirir. Üzü aşağıya baxacaq. Yəni, bu form. Buradan B, C, D gedir. Amma diqqətlə baxsaq, ağ ox heç vaxt qara nöqtə olan oxun üstündə olmur. Həmişə qara nöqtə olan ox üstü olubdur. Yəni, ağ oxun buradakı xəttləri görsənməyib, amma qara oxun bütün xəttləri dümdüz şəkildə görsənir. Buradan A gedir, görsünüz, burada qara oxun buradakı xəttləri yoxdur. Belə xətt olmalıdır da, tamamlanmalıdır. Deməli, olur Y variantı.
Növbəti sualımız 28-ci sual. 28-ci sual. 28-ci sualda 1, 2, 3 dənə burada zolaq var, gördüyünüz kimi. Və birinci şəkildən ikinci şəklə keçəndə ağ zolaqların rəngi qaralıb, gördüyünüz kimi. Qara zolağın rəngi isə nə edibdir? Ağarıb. Yəni, ağlar qara olub, qaralar ağ. Deməli, bu hissə, ən çöl hissə ağ olmalıdır. Buradan B getdi, buradan D getdi. Ondan sonra bir az içəri hissə, bu hissə qara olmalıdır. Yəni, birinci ağ, ikinci qara. A. Buradan yenə A getdi, qaldım S ilə Y arasında. Üçüncü hissə. Üçüncü hissə yenə nə olmalıdır? Ağ olmalıdır. Yenə iki variantda düzdür. Sadəcə ortadakı ağ nə olmalıdır? Qara olmalıdır. Buradan Y getdi, qaldı S. Yəni, qaralar ağ olur, ağlar da qara olur. Növbəti sualım 29-cu sual. 29-cu sualda fiqur gördüyünüz kimi 90 dərəcə saat əqrəbinin tərsi istiqamətində fırlanır. 90 dərəcə saat əqrəbinin tərsi istiqamətində fırlanır. Və 90 dərəcə saat əqrəbinin tərsi istiqamətində fırlansa bu, fiqurun hansı formada dayanacaq? Gəlin, bunu pərgər üsulundan baxaq. Pərgər üsulundan sizin buradakı xəttiniz, yəni qabaqda gedən xəttiniz bu tərəfə fırlanır. Qabaqda gedən xəttiniz gəlməlidir bura. Yəni, xətt bu istiqamətdə dayanmalıdır, bu formada. Yəni, cavabım olur hansı variant? A variant. Növbəti sualımız 30-cu sual. 30-cu sualda, bayaqki suala çox oxşardır. Sadəcə burada yenə ağlar qara olur, qaralar ağ olur. Sadəcə fiqur nə edibdir? İçəridəki fiqur 90 dərəcə fırlanır. Yenə burada olacaqdır A qara. Bunu başa düşdük. İçəridəki üçbucaq isə 90 dərəcə fırlanıb ağ rəngdə olacaq. 90 dərəcə fırlananda isə bu formada dayanmalıdır üçbucaq. Yəni, hansı ki, D variantı kimi, B variantı kimi yox. B variantında üçbucaq çevrilməyib. Həm də çevrilməlidir. Növbəti sualımız 31-ci sual. 31-ci sualda da yenə hər bir fiqur öz hərəkətini yerinə yetirib. Bu dəfə ağ saat əqrəb istiqamətində fırlanıbdır. Və buradan yuxarı küncə keçib, sonra sağa keçibdir və sonra aşağı keçməlidir. Təbii ki, aşağı küncdə durmalıdır. S getdi, Y getdi, A getdi. Və ortadakı xəttə də baxsam kifayət edir. Bir dəfə bu diaqonalda olub, yenə bir dəfə bu diaqonalda. Bir dəfə bunda olub, indi olmalıdır təbii ki, belə. D də getdi, qaldı B. Heç qara topun bizim hərəkətinə baxmamıza ehtiyac var. Növbəti sualımız 32-ci sual. 32-ci sualda deməli. Sizin fiqurunuz sadəcə 90 dərəcə saat əqrəbinin tərsi istiqamətində fırlanır. Fiquru 90 dərəcə saat əqrəbinin tərsi istiqamətində fırladanda üçbucağın təpə nöqtəsi təbii ki, bu formada dayanmalıdır. Yəni, üzü sola tərəf. Buradan B getdi, Y getdi və C getdi. Sadəcə qara nöqtənin də burada olduğunu görə bilərsiniz. Kənarda deyil. D də getdi, qaldı A variantı. Növbəti sualımız 33-cü sual. 33-cü sualda deyir, aşağıdakı fiquru saat əqrəbi istiqamətində 90 dərəcə çevrilməsindən alınan variantı tapın. Saat əqrəbi istiqaməti bu tərəf. Yəni, saatın əqrəbinin hərəkətinin getdiyi istiqamət. Bu tərəfə çevirəndə üçbucaq təbii ki, necə dayanmalıdır? Təbii ki, üzü sağa dayanmalıdır. Və burada da qara nöqtəsi olmalıdır, gördüyünüz kimi. Buradan B getdi, buradan A getdi, Y getdi. Ya S'dir, ya D. Üçbucağın oturacağındadır qara nöqtə, təpəsində yox. Ona görə C gedir, qalır D. Növbəti sualımız 34-cü sual. 34-cü sualda da deyir, saat əqrəbinin əksi istiqamətində 90 dərəcə çevir. Saat əqrəbinin əksi istiqamətində bu istiqamətdir. Saat əqrəbinin əksi istiqamətində mən bu fiquru çevirsəm, içəridəki ox işarəsi bu formada dayanacaqdır. Yəni, üzü sağa tərəf. Yəni, buradan yalnız bir variant qalır, o da A variantı. Növbəti sualımız 35-ci sual.
35-ci sualda deyir 180 dərəcə çevrilməsindən alınan variantı seçin. 180 dərəcə çevrilmədə bilin ki, hər şey tam əksinə yerləşir. Aynı əksi kimi. Amma bu sadəcə necə fiqurlara aiddir? Simmetrik fiqurlara aiddir. Fiqur simmetrik deyilsə, sağdakı sola, soldakı sağa keçir. Bu məsələn bu simmetrik deyil. Yəni üzbə-üzə keçəcək hər bir şey. Bu məsələn burada qaradır, burada qaradır. İkisi də elə bir qarşı-qarşıya yer dəyişəcək 180 dərəcə çevriləndə. Yəni bu ikisi olduğu kimi qalacaq. Bunlarda heç bir dəyişim olmayacaq. Yəni bu hissə qara olaraq da qalacaq. Bax, bura qara olaraq da qalacaq. Buradan elə A getdi. Buradan elə D getdi. Bura qara olmalı idi. Gördüyünüz kimi işarə eləmişəm. Burada qara olmalı idi. C getdi, B qara. Gördüyünüz kimi burada da nə edibdir? Qara ilə ağ yer dəyişib. Görürsünüz, bura ağdır, bura qaradır. Burada da qara ilə ağ yer dəyişib. Qara keçib yuxarı, ağ keçib sağa. B variantı tamamilə doğrudur. Növbəti sualımız 34-cü sual. Daha doğrusu 36-cı sual. 36-cı sualda biz nə etməliyik? Fiqurumuzu 45 dərəcə fırlatmalıyıq. 45 dərəcə fırlatma 0 ilə 90-ın arasındadır, tam ortasında. Və bu fiquru 90 dərəcə fırladanda buradakı kvadrat gəlir tam sağa. Yəni tam sağda durur. Aha. İndi siz 0 ilə 90-ın arasındadırsa, deməli kvadrat bu hissədə durmalıdır. Tam ortada. Orta hissədə də duran yalnız C variantındadır. Görürsünüz, fiquru bu formada fırlatsınız. Bu gördüyünüz üzü aşağıya doğru baxın. Çünki tam çevrilir. Tam çevriləndə bax olur Y variantındakı. Siz Y ilə sizə verilən bu fiqurun tam ortasını tutmalısınız. Və fiquru bu tərəfə çevirməlisiniz. Növbəti sualımız 37-ci sual. 37-ci sualda deməli bizə nə deyir? Deyir ki, saat əqrəb istiqamətində 270 dərəcə çevir. Biz saat əqrəb istiqamətində 270 dərəcə çevrilməni necə başa salmışdıq? Başa salmışdıq ki, əgər saat əqrəb istiqamətində 270 deyirsə, onun tərsinə 90 çevirsən, daha yaxşı olar. Çünki elə 270 bu tərəfə 270 çevirmək, onun əksinə 90 çevirməklə eyni. Bunu 90 dərəcə çevirəndə bu ağ hissə gəlir tamamilə sağ tərəfə düşür. Yəni bunun üçü də ağ olur, gördüyünüz kimi bu tərəf. Və qaralar da gəlir, ağ hissə sola düşür, qaralar da gəlir sağa düşür bu hissəyə. Deməli, A getdi, B getdi, C getdi, Y getdi. Sol tərəf tamamilə ağ olmalı. Çünki sol tərəfə ağ düşür, sağ tərəfə qara düşür. Cavabım olur D variantı. Növbəti sualımız 38-ci sual. 38-ci sualda deyir ki, aşağıdakı fiqurun 360 dərəcə çevrilməsindən alınan variantı seçin. Bir fiquru əgər 360 dərəcə çevirirsinizsə, orada heç bir dəyişiklik olmur. Elə bil ki, bax, çevrə 360 dərəcədə. Nəzərdə tutsam ki, bu bir fiqurdur. Fiqur 360 dərəcə fırlanır. Qayıdır yenə gəlir öz yerinə. Yəni, durduğu yerə qayıdır. Ona görə də fiqurda heç bir dəyişiklik olmayacaq 360 dərəcə fırlanmada. Elə Y variantı. Növbəti sualımız 39-cu sual. 39-cu sualda da deyir ki, saat əqrəbinin tərsinə 270 dərəcə fırlar. Deməli, biz onun əksinə 90 dərəcə fırlamalıyıq. Yəni, bu tərəfə 90 dərəcə fırlamalıyıq. Bu tərəfə 90 dərəcə fırlayanda bu fiqurun qulaqları qalacaqdır hansı istiqamətdə? Qalacaqdır sağ tərəfdə. Yəni, bu versiya. Buradan A gedir, D gedir, C gedir. Bir dənə də ağız hissəsinə baxsaq, burada gülür bu. Amma burada qəmgindir. Yəni, cavabım olur Y var. Güləniz olmalıdır. Növbəti sualımız 40-cı sual. 40-cı sualda da deyir ki, saat əqrəbi istiqamətində. Yəni, bu istiqamətdə 90 dərəcə çevrilsin. Şimşək bu istiqamətdə 90 dərəcə çevriləndə onun təpə nöqtəsi, yəni bu nöqtə, buradan tam-tamına gəlir bu hissəyə. Bu hissəyə baxmalıdır. Yəni, üzü bu tərəfə baxmalıdır. Deməli, B variantı gedir, C variantı gedir, Y variantı gedir. Aha. İndi əgər diqqətlə baxsaq, A variantı düzgün deyil. Çünki A variantı sizin fiqurunuzun aynı əksidir. Yəni, sizin bu hissələrinizə diqqətlə baxdıqda, bunlar necə dayanmalı? Elə bir ki, üçbucağın bu qabarıq hissəsi, şimşək deyək buna. Şimşəyin bu qabarıq hissəsi yuxarıda qalmalıdır.
Burada aşağıda qalıb qabarıq hissə. Gördüyünüz kimi yuxarıda qalmalı. Cavabım olur D variantı. Növbəti sualım 41-ci sual. Deməli 41-ci sualda nədir? 41-ci sualda birəvir aynə əksini yazır. 180 dərəcə çevirib də deyə bilərik, amma aynə əksini də yazıb deyə bilərik. Aha, bu fiquru mən aynə əksini yazsam, qara hissə gəlib düşəcək bura. Xətt də gəlib düşəcək bura. Bu form. Yəni cavabım hansı variant olur? Y variantı. Növbəti sualım 40. Deməli, bu sualı hansı formada eləyirik? Bu sualda əgər diqqətlə baxsaq görərsiniz ki, qara üçbucaq getdikcə kiçilir. Birinci şəkildə ən böyükdür. Daha sonra biraz daha kiçilib. Üçüncü şəkildə biraz daha kiçilməlidir və dördüncü şəkildə gördüyünüz kimi ən kiçikdir. Yəni bu üçbucaqdan kiçik, bu üçbucaqdan isə böyük bir üçbucaq axtarır. Bu da ancaq gördüyünüz kimi ya Y variantı ola bilər, ya da S variantı ola bilər. Digərləri çox böyükdür və yaxud da çox kiçikdir. Mən üçüncünü axtarıram. Üçüncüdən sonra daha kiçilmiş bir versiyası gəlib. Yəni bundan böyük olmalı. Burada da ağ üçbucağa diqqətlə baxsaq, görərik ki, ağ üçbucaq uzunlamasına böyüyür. Uzunlamasına böyüyür. Yəni mən uzunlamasına böyütməliyəm. Burada eninə böyüdübdür gördüyünüz kimi. Uzunlamasına böyütmək lazımdır. Yəni C variantıdır. Növbəti sualımız 43-cü sual. 43-cü sualda hər bir fiqur sağa doğru bir addım irəliləyib. Baxın, birinci şəkildə üçbucaq birinci olub, daha sonra bir addım sağa gedib ikinci olub, daha sonra bir addım sağa gedib üçüncü olub. Növbəti şəkildə artıq dördüncü olacaq, yəni ən sonuncu. Buradan elə yalnız bir dənə variant qalır, o da B variantı. Növbəti sualımız 44-cü sual. 44-cü suala baxsaq, hər bir fiqurdan 3 dənədir və müxtəlif formalarla verilir. Baxın, məsəl üçün kvadrata baxsaq, bir dəfə hər iki tərəfində xətt olan versiyası verilib, bir dəfə dairənin içərisində verilib, bir dəfə də hər tərəfində nöqtə olan versiyası verilib. Həmçinin bu işarəyə baxsaq, bu da dairənin içərisində verilib, hər tərəfində nöqtə olan versiyası verilib və həmçinin x-in altında olan versiyası verilib. Yəni bir dənə plusda x-in altında olan versiyası verilib. Baxın, x olan versiyası verilib. Nöqtələrlə olan versiyası verilib. Amma dairənin içində olan versiyası verilməyib. Ona görə cavabım olur D variantı. Növbəti sualımız 45-ci sual. 45-ci sualda da sadə hərəkət sualdır. Diqqətlə baxsaq, deməli, bu bir addım sağa doğru irəliləyib, yenə bir addım sağa doğru irəliləyib, üçüncü şəkildə görürsünüz, üçüncüdür. Birinci idi, ikinci oldu, sonra üçüncü oldu. İndi dördüncü olacaq, ən sonda. Ən sonda həmin xətt olmalıdır. B getdi, Y getdi, C getdi. Ya qalır A, ya da qalır D. Burada da fərqlənən hansıdır? Bu ikisi. Bu ikisindən birinə baxaq. Elə gəlin buna baxaq. Dördüncü olub, sonra birinci olub. Deməli, ən sona gələn neyinir? Əvvələ qayıdır. Birincidirsə yenə bir addım sağa doğru geçsə olacaq ikinci. Yəni ox işarəsi nə olacaq? İkinci olmalı. D variantı getdi, qaldı A variantı. Növbəti sualımız 46-cı sual. 46-cı sualda hansı formada həll edirik? 46-cı sualda gördüyünüz kimi yalnız ortaq xəttləri götürüb. Baxın, məsəl üçün, burada hər üçündə ortaq olan xəttlər hansıdır? Baxın, bunda da, bunda da, bunda da. Hər üçündə bu ortaq xəttdir. Və aşağıdakı xəttdə, bunda da, bunda da, bunda da. Hər üçündə ortaq olan xəttdir. Ona görə yalnız bu ikisini götürüb. İndi mən bu ikisi üçündə ortaq olan xətti götürməliyəm. Biri budur, gördüyünüz kimi ən yuxarıdakı xətt hər üçündə də ortaqdır. Biri bu xəttdir, sağ tərəfdəki xətt hər üçündə ortaqdır.
Bir də ortadan keçən xətt ki, bu da hər üçündə ortaq olan xətt. Yəni sola tərəf F. Yəni A variantı düzgün cavab variantıdır. Növbəti sualımız 47-ci sual. 47-ci sualda da eyni şey təkrarlanıb. Burada da ortaq olan xəttlərdir yenə. Gördüyünüz kimi bu üç xətt. Hər üç fiqurun üçündə də ortaq. İndi biz burada ortaq olanları axtarırıq. Burada ilk növbədə soldakı xətt gördüyünüz kimi üçündə də ortaqdır. Deməli, mən soldakı xətti götürməliyim. Ondan sonra aşağıdakı xətt hər üçündə ortaqdır. Aşağıdakı xətti götürməliyim. Ondan sonra baxsaq, bu xəttlər bu ikisində var, amma burada yox. Ortadakı xətt bu ikisində var, amma bunda yox. Yuxarıdakı xətt bu ikisində var, amma bunda yox. Deməli, yalnız bunu götürməliyəm. Ortaq bunlar. C variantı. Növbəti sualım 48-ci sual. 48-ci sual da hərəkət sualıdır. Gördüyünüz kimi bu nöqtəli hissə bir addım sağa gedib, sonra bir addım aşağı düşüb. İndi bir addım daha sola gedəcək. Yəni kvadratın içində bu formada hərəkət eləyir. Gördüyünüz kimi. Aha. Bir addım sağa gedəndə nöqtəli olur sol altda. D getdi, C getdi. Aha. İndi baxsaq qara hissəyə. Sola gedibdi. Sonra yuxarı çıxıbdı. Yuxarıdadır hal-hazırda. Deməli, bir dənə də sol tərəf gedəcək. Burada sağa gedib, sonra yuxarı çıxıb, sonra sola gedəcək. Sol tərəfdə sol yuxarı küncdə durmalıdır. Y getdi, A getdi, qaldı B variantı. Növbəti sualımız 49-cu sual. 49-cu sualda neyib? 49-cu sualda sadəcə bu fiquru tam ortadan bölübdür. Yəni, bu hissədən bölübdür. Və yuxarıdakı hissə ilə, yəni bu hissə ilə aşağıdakı hissəni bitişdiribdir. Bu formada. Və dairə alın. Eyni ilə bunu da tam ortadan bölsək, buradan bölünür. Və yuxarıdakı ilə aşağıdakı bitişdirsək, yuxarıdakı gördüyünüz kimi budur. Bununla da bunu bitişdirəndə nə alınır? Cavab olur D variantı. Növbəti sualımız 50-ci sual. 50-ci suala baxsaq, burada deməli. İlk növbədə baxırıq ki, burada 4 xətt olub, sonra düşüb 2-yə. Sonra aşağıdan azalıb. Bir yuxarıdan azalıbdır. Bir aşağıdan azalıbdır. Gördüyünüz kimi. Yuxarıdan 2-dən azalır. Baxın, buradan 2-dən azaldı. Aşağıdan isə yalnız 1 dənə azalır. Aşağıdan 1 dənə azalır. Sonra yenə yuxarıdan 2 dənə azalıb. Burada olub 0. İndi deməli, 4-cü şəklə, yəni 5-ci şəklə keçəndə, 4-dən 5-ə keçəndə mən aşağıdakından 1 vaid azaltmalıyam. Yuxarı olduğu kimi qalacaq olsun. Yəni, buranı azaldıram. Burada qalır 2 dənə xətt. Yuxarıda da qalır boşluq. Cavabım olur nə? Cavabım olur Y variantı. Bu formada qalmalıdır. Bir dəfə aşağı azalır, bir dəfə yuxarı azalır. Növbəti sualım 51-ci sual. 51-ci sualda. Diqqətlə baxsaq, burada yer dəyişmədir. İlk növbədə bu ikisi bir-birindən yer dəyişdiribdir. Gördüyünüz kimi x aşağı keçibdir və romb yuxarı qalxır. Sonra bu ikisi bir-birindən yer dəyişdiribdir. Kvadrat sola keçib, romb keçibdir sağa. Yəni, buradakı şəkildən nəzərdə tuturam da, kvadrat sağa keçibdir, romb keçibdir sola. Aha, indi bu şəkildən bu şəkilə keçəndə nə etməliyəm mən? Təbii ki, bu ikisini yer dəyişdirməliyəm. Aşağıdakı ilə yuxarıdakı yer dəyişir. Eyni ilə gördüyünüz kimi kvadrat aşağı keçibdir, x yuxarı və son olaraq məndən buradakını istəyir. Yəqin ki, burada sual işarəsi düşməyib. Buradakını istəyir. Burada da nə etməliyəm təbii ki? Yuxarıdakıların yerini dəyişməliyəm. Rombla x-in. X olacaq sol tərəfdə, romb olacaq sağ tərəfdə, aşağı hissədə olacaq kvadrat. Hansı cavab variantıdır? Gəlin baxaq. Deməli, burada D variantı. Növbəti sualım 52-ci sual. 52-ci sualda da əslində fərqli olan variantı seçin deyir.
Açıq aydın görsənir ki, ortadan keçən xətt verilən fiquru tam 2 bərabər hissəyə bölüb. Baxın, burada da elədi 2 dənə bərabər trapesiya bölüb, burada 2 dənə üçbucağa, burada da 2 dənə üçbucağa və burada da 2 dənə düzbucaqlı. Yalnız D variantında 2 dənə bərabər fiqura bölməyib. Ona görə fərqlənən variantım hansıdır? D variantı. 53-cü sualda 53-cü sualda sadəcə mərkəzi hissəyə diqqətlə fikir vermək lazımdır. Çünki bax, dairə olubdur kvadrat. Buna görə bilirəm. Və sadəcə mərkəzdən başqa bu çöl hissələr, bunlar ağ hissələr qara olub, qara hissələr ağ olub. Baxsaz, bax, qaradır, ağ olub. Ağdır, qara olub. Qaradır, ağ olub. Ağdır, qara olub. Yəni, rəng dəyişib. Sadəcə mərkəzi hissədə qara olduğu kimi qalıb və ağ da olduğu kimi qalıb. Aha, burada da keçid eləyəndə mərkəzi hissə olduğu kimi qalmalıdır. Sadəcə kənarlar nə etməlidir? Rəngini dəyişməlidir. Mərkəzi hissəndə olduğu kimi qalması üçün, baxın, burada olduğu kimi qalmalı idi. Yəni, yuxarı qara, aşağı ağ olmalı idi də. Onsuz da kvadrat olacaqdı fiqur. Deməli, Y getdi, D getdi, A getdi. Ya B variantıdır, ya da C variantıdır. Amma kənar hissələrdə qara hissələr ağ olmalıdır, ağ hissələr qara olmalıdır. Yəni, bu sol tərəf ağ olacaq, sağ tərəf qara olacaq. Ona görə C variantı da gedir, qalır B variantı. Növbəti sualım 54-cü sual. 54-cü sualda nə edib? Gördüyünüz kimi üçbucaq olduğu kimi qalıb. Üçbucaq heç bir dəyişiklik eləmir. Sadəcə bu balaca dairələr böyüyübdür və rəngi dəyişibdir. Böyüyüb və rəngi dəyişib. Deməli, trapesiya olduğu kimi qalacaq. Sadəcə kvadrat böyüyəcəkdir və rəngi də qara olacaqdır. Kvadrat böyüyüb, rəngi qara olacaqdır. Trapesiya isə mərkəzdə olduğu formada qalacaqdır. Yəni, cavabım olur nə? A variantı. Növbəti sualım 55-ci sual. 55-ci sualda necədir? 55-ci sualda hər bir fiqurdan 2 dənədir. Diqqətlə baxanda, baxın, bu fiqur 1, bu olur 2. Növbəti, bu fiqur 1, bu fiqur olur 2. İkisi eyni fiqurdur. Sadəcə biraz çeviribdir. Bununla da bu eyni fiquruydu. Sadəcə çevirmişdi. Ondan sonra bu 1, bu da 2. Bu fiqurdan da 2 dənədir. Ondan sonra bu fiqurdan 1 dənə, 2 dənə. Yalnız gördüyünüz kimi hansı fiqurdan 1 dənədir? Bu fiqurdan 1 dənədir. Yaşılla qeyd elədiyimdən 1 dənədir. Digər hamısından neçə dənədir? 2 dənədir. İndi mən axtarıram bu fiqurun ikincisini. Bu fiqur necə bir fiqurdur? Aha, baxıram ki, qara nöqtə var, 2 dənə. Yalnız qara nöqtələrdən biri orta hissədə yox, biri təpə nöqtəsindədir. Digər 3 dənə ortada duran nöqtələrdən, yəni dairələrdən biri qaradır, 2 ağ. Aha, A variantı səhvdir. Çünki ortada duranlardan 2 ağ olmalı idi, biri qara. B variantında ümumiyyətlə 2 qara, 2 ağ olmalı idi. C variantında yenə ortada duranlardan 2 ağ olmalı idi deyə səhvdir. Y variantında da 3 dənə qara yox, 2 qara, 2 ağ olmalı idi. Cavabım olur D variantı. Növbəti sualım 56-cı sual. 56-cı suala diqqətlə baxsaq görərik ki, bax, ağ kvadratın üstündə 3 dənə xətt olub, 1 dənə xətt olub və 2 dənə xətt olub. Qara kvadratın üstündə 1 dənə xətt olub, 2 dənə xətt olub, 3 dənə xətt olub. Hərəsinin üstündə 1 dənə xətt, 2 dənə xətt və 3 dənə xətt olub. Amma boz kvadratların sayı azdır. 2 dənədir. Və 1 xətt olanı var. 2 xətt olanı var, amma 3 xətt olanı yoxdur. Növbəti sualım 57-ci sual. 57-ci sualda deməli nə edibdir? 57-ci sualda birinci və ikincini birləşdirib üçüncünü alıbdır. Sadəcə ortaq olan xəttləri çıxıb. Baxın, bununla bu ortaqdır və bununla da bu ortaqdır. Bu iki hissəni silib. Ortadakı ilə bunu birləşdirəndə görün nə alınır? Təbii ki, N hərfi alınır.
Eyni ilə bax bu ikisində ortaq olan yoxdur. Bu ikisini birləşdirib sağa yazdım. İndi bu ikisindən ortaq olanları siləcəm. Gördüyünüz kimi bax romb hissəsi hər ikisində ortaqdır. Ortaq olanlar ixtisar gedir, mərkəzdəki x sadəcə qalır. Cavabım olur Y. 58-ci sual. 58-ci sualın sadəcə şərtini biraz başa düşmək lazımdır. Deməli, necədir? Yəni, deyir ki, sizin bura çəkdiyiniz hissə ilə bu hissəni birləşdirəndə söz alınır. Və əgər mənim bura çəkdiyim hissə ilə bu hissəni birləşdirəndə söz alınırsa, mənim bura çəkdiyim hissəni burada elə tamamlamalıyam ki, burada hərflər alınsın. Niyə? Çünki söz hərflərdən ibarət olur. Amma tutaq ki, buradan A, D və B variantlarının səhvini deyildim. Gördüyünüz kimi xətt aşağıdan çəkilib və mən bu xətti olduğu kimi, nə tər varsa elə çəkirəm. Olduğu kimi aşağıdan çəksəm və bununla birləşdirsəm, mənim belə bir hərfim yoxdur axı. Buna hərf idi belə. Bax, bu heç bir hərfə oxşamır. Mən bilirəm ki, burada hərf alınmalıdır. Çünki D ikisini birləşdirəndə nə alınır? Söz alınır. B getdi, A getdi, D getdi. Ya Y variantıdır, ya da S variantıdır. Aha, ikisində də yuxarıdan xətt verilib. Yuxarıdan xətt çəkəndə hərfi oxşuyur. Buna hərfidir, T hərfidir. T hərfinə oxşadır. Amma C variantında bu ikinci xətti çəkəndə C variantındakı xətt budur. Bir dənə buradan balaca xətt verir. Bunu çəkəndə bu heç bir hərfə oxşamır. Deməli, C variantı da yanlışdır. Qalır Y variantı. Və Y variantındakı bütün xəttləri bunun üzərinə çəksəm, burada A hərfi alınır, burada N hərfi alınır, burada K hərfi alınır, burada V hərfi alınır, burada U hərfi alınır, burada R hərfi alınır, burada yenə A hərfi alınır və burada da yenə N hərfi alınır. Yəni bir sözlə tank vuran sözü alınır. Cavabım da olur nə? Y variantı. Növbəti sualım 59-cu sual. 59-cu sualda nə edibdir? Gördüyünüz kimi sadəcə ən mərkəzdə duran fiqur ən böyük fiqur olubdur. Yəni ən balaca fiqur ən böyük olur. Rombdur ən mərkəzdə, ən balaca odur, ən böyük olur. Ən böyük olan dairə isə gəlib burada ən kiçik olur. Və ortadakı altı bucaqlı heç bir dəyişim keçirməyibdir. Elə ikinci olaraq da qalıb. Deməli, mərkəzdə duran kvadrat ən böyük olacaq. Ortadakı bu romb dəyişməyəcək. Və ən böyük olan bu evə oxşar 5 bucaqlı isə ən mərkəzə keçəcək. Yəni fiqurun bu formada olmalıdır. Cavabım da olur C variantı. İndi məndə romb biraz pis alındı, amma yenə də gördüyünüz kimi romb ortada olmalıdır. 5 bucaqlı da onun mərkəzi hissəsində. Və növbəti sualım 60-cı sual. Sual 60-da necədir? Sual 60-da ilk növbədə bu hissənin bir dənə aynə əksini veribdir. Və burada necə rəngləyibsə, burada da rəngləri eyni formada qoyubdur. Yəni, məsələn, bu hissədə nə tər rəng varsa, bu hissədə də eyni formada, aynə əksində olduğu kimi rəng olmalıdır. Yəni, bu formada. Məsəl üçün, bu hissədə tamamilə qaradır. Və yuxarıda tamamilə ağdır. Və sağ tərəfdə nə edibdir? Sağ tərəfdə isə ağ hissələri gördüyünüz kimi qara eləyibdir. Qara hissələri isə ağ eləyib. Ağ hissələri qara eləyib, qara hissələri ağ eləyib. Yəni, rəng dəyişib. İndi mən bunun aynə əksini verirəm. İlk növbədə bunun aynə əksini çəkməliyəm. Aha, aynə əksi bu formada olmalıdır. Və aynə əksində gördüklərim necədirsə, burada da onu tətbiq eləməliyəm. Bu tərəfdə. Ha. İndi burada gördüyüm qara hissələr ağ olmalıdır, ağ hissələr qara. Və ilk növbədə bu künclə baxsaq elə, yəni orada belə bir ağ hissə var. Bu küncdə. Və o qaralmalıdır. Bu formada qara olmalıdır. Bax, burada səhvdir. Niyə? Çünki orada bu formada verilir.
üçbucaq bu formada durur. Amma məndə bu formada durmalıdır. A getdi, B getdi. İkisində də eyni formada durubdur. Və bir də aşağı hissəyə baxsaz, buradakı üçbucaq, baxın bu üçbucaq, hansı ki belə duran üçbucaq, qara rəngdədir. Və məndə həmin hissədə duran üçbucaq necə olmalıdır? Ağ olmalıdır. Ən aşağıda ağ olmalıdır. Və burada qara verir. Yanlışdır. Burada da ümumiyyətlə üçbucağa oxşamır. Üçbucaq olmalı idi. Bu da yanlışdır. Baxın burada ağ verib. Burada D variantında düzgün verib. Cavabım olur nə? D variantı.